Qax rayonunda ayının insana hücumu ilə nəticələnən hadisə qeydə alınıb. Hadisə 2 gün əvvəl rayonun Sarıbaş kəndi yaxınlığında yerləşən dağlıq ərazidə baş verib. Kənd sakini 57 yaşlı Fəxri Babayev mal-qara otararkən qəfil ayının hücumuna məruz qalıb. İlkin məlumata görə, o at belində hərəkətdə olarkən vəhşi heyvan onu atdan salmağa cəhd edib. Hücum zamanı Fəxri Babayev özünü qorumağa çalışsa da, ayı onun ayaqlarına xəsarət yetirib. Kənd sakini ayının hücumundan xilas olduqdan sonra dərhal Qax rayon mərkəzi xəstəxanasına müraciət edib. Tibbi müayinədən sonra ona zəruri yardım göstərilib. Xəstəxanadan verilən məlumata əsasən Fəxri Babayevə profilaktik məqsədlə quduzluq əleyhinə peyvənd vurulub. Aldığı xəsarətlərin yüngül olduğu bildirilib və o, ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə nəzarət tədbirləri gücləndirilib.